Bürçlərin 28 noyabra ən düz pul plus uğur proqnozu. Qoç, pulda hərəkət var, amma xərclərdə ehtiyatlı olun. Uğur günün ikinci yarısında açılır. Buğa, kiçik də olsa gəlir və mükafat ehtimalı yüksəkdir. Uğur sizi dəstəkləyir. Əkizlər, gözlənilməz pul xəbəri və ya təklif ola bilər. Uğur ünsiyyətdən gəlir. Xərçəng, pul sabitləşir, uğur daha çox ailə və evlə bağlı addımlardan gələcək. Şir, bugün maddi şans aktivdir. Xəbər, mesaj və ya sürətli bir imkan uğur gətirə bilər. Qız, işinizdən gəlir artımı və ya alacağınız bir pul açıqlana bilər. Uğur praktiklikdən gəlir. Tərəzi, pul enerjisi yaxşılaşır. Uğur yeni tanışlıqlardan və danışıqlardan gəlir. Əqrəb, maddi dəstək və ya gözlənilməyən gəlir görünür. Uğur gizli bir işdən və ya planlardan çıxır. Oxatan, şans dalğası açılır. Pul qapıları aktivdir. Ani imkan gələ bilər. Oğlaq, keçik getmiş bir pul gəlir. Uğur səbirli olduğunuz sahədə özünü göstərəcək. Dolça, yeni ideya və ya təklif pul gətirə bilər. Uğur sürətli qərarlardan yanadır. Balıq, gözlənilməz rahatlıq, borc, ödəniş və ya dəstək şəklində uğur intuisiyaya bağlıdır.